Vaxtınız xeyir olsun değerli izləyicilərimiz. Xoş gördük sizləri. Mərdəkanın tam gözəl bir yerində hündürlüyə ərazisində 4 sot torpaq sahəsinin üzərində bax belə bir modern tipli həyət etmişik. Vallahi hər kəsin malına mülkünə bərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. 4 sot torpaqda inşa edilib, paket kupçada həm evin, həm torpağın çıxarışı var. Hem qeydiyyat üçün yararlıdır, hem ipotekaya yararlıdır. İnşallah hər hissəsini sizlərə təqdim edək və sonra keçiriləcək evin içərisinin təqdimatına həyəti sizlə tam şəkildə təqdim edirik. Həyətdə sağ hissəsində basensi var, nəzərdə tutulub. Mangal xanasını təqdim edirik və letni bisetkası qapı hissəsində sizlərə təqdim edək. Jaluz, balaca və böyük sərvis qapılardan ibarətdir evin. Həyətin sağ və sol hissələri hər bir tərəfdən sulandırma ilə əhatə olunur və qiymət endirilib 235-dən 228 min manata. Reallıq olarsa ev sahibi tərəfindən də endirim olunacaq inşallah. Bu hissəsini də sizlərə təqdim edək konversiyanı və sonra keçirik evin içərisinin təqdimat hissəsinə. Ve evin sağ hissəsinə də rahat bir şəkildə keçidi var. Və giriş hissəsində də sağ hissəsinə də dəyərli izləyicilərimiz. Və keçirik evin içəri hissəsinin təqdimatı istiqbaldan ibarətdir. Burada sağ hissəsində gözəl belə bir möhtəşəm bir zalı var. Üstürlərinə qədər qoyulur. Hətta bayrağı giriş çıxışını nəzərdə tutub geniş bir zaldır. Zal hissəsini sizlərə təqdim edək. Üzbəyiz hissədə geniş bir mətbəx nəzərdə tutulur və mətbəx meblinə qədər qoyulub. Lüstrası hətta bu tərəfə çıxışı. Bu isə giriş hissəsidir və giriş hissəsindən sol hissədə yataq otaqları nəzərdə tutulub. 3 yataq otağıdır. Burada da eyni qayda ilə üsulları tam bir hazır bir vəziyyətdə. Sanuzel hissəsi hazır, istiqbal və muayizədən ibarətdir. Və keçirik digər otaqların təqdimatına inşallah. Burada da bir yataq otağımız nəzərdə tutulub. Fikir verin. Və keçirik 3-cü yataq otağının təqdimatına. Buranı da sizlərə tam şəkildə təqdim edək. Və ikinci sanuzel hissəsini təqdim edirik sizlərə. Duş kabinə, moydadır, aksesuarlar istiqbaldan ibarətdir və dəyərli izləyicilərimiz.